Məktəb başlayanda məhz valideyn uşağa hansı yuxu rejimini, hansı qrafiki uyğun görərsə, bu daha məqbuldur, qəbul olunandır və məktəbə gedən məhz 1-ci sinif uşağı gündə neçə saat yatmalıdır? Uşaq ümumiyyətlə belə də üstündən keçim ki, gün ərzində 1 saatdan artıq monitora baxmalı deyil. Planşet, telefon, televizor. Və o müddət yatmamışdan ən gecə 1 saat öncəyə kimi olmalıdır ki, yəni yatmadan 1 saat öncəyə kimi monitor ekranla heç bir təmas olmamalıdır. Bağlanmalıdır ki, bu beyni oyadır və melatonin sintezini tormozlayır. Həmçinin süni işıqlar da melatonin sintezini pozur. Ona görə həmişə tövsiyə edirik ki, uşaq çalışın yatsıdıranda tam qaranlıq mühitdə, sərin mühitdə yatsın ki, yuxuya getmək problemli olmasın. Digər pozan isə kofeinli içkilərdir. Öncə sadaladığınız kimi çaydır, kofedir, tünd şokoladdır, hətta yaşıl çayın tərkibində belə kofein var. Gecə saatlarında bunların qəbulu ümumiyyətlə dəqiq olmaz. Bir də sabit olmayan yuxu rejimi. Məsələn, uşaq həftənin 5 günü məktəbə gedir deyə, axşam tez yatır, səhər tez oyanır, amma həftə sonları və yaxud da tətil olduğu günlərdə gec saatlarında yatır, səhər də məcburən gec yuxudan oyanır. Yəni bu da vacibdir ki, sabit yuxu rejimi də vacibdir ki, melatonin, kortizol ifrazı normal olsun.